Deməli yoldaşlar, axırıncı videoda helpdesk üçün. İndi bundan sonra kəsitlər olsa, ya helpdesk atarım ya da ayrı bir dənə playlist ataram ki, orada olsun. Misal ki, telefonla format eləmək və s. və s. tipdə videolar. İndi belə eləyək ki, biz nə deyirik burada? Sadəcə sən dəfə demədiyim bir mövzu qalmışdı ki, bateriyanın reportuna baxmaq, CMD line-la. Gəlsən buradan yeni ilə Windows-lar bassan, CMD yazıram ben. Buradan power FG yazsam. Bundan sonra buradan yazıram slash battery report. Şimdi bize hazır bir adet file verir. Bunu biz browser üzerinden açacağız indi. Bunu gəlsəm copying eləcəm. Qalsam gəlsəm. İndi Chrome yüklü değil məndə. OneDrive'dan 5 saata görək. 50 dəfə qeydiyyat istəməsə buradan. Neyse buradan gəlsəm. Failin yolunu yazıb atsam. Burada ümumi mənim bateriyanın report haqqında vəziyyət alacam. İndi məndə niyə görə burada bir şey yazmaz ki? Burada virtual maşındadır, amma mən gəlsəm elə telefonumla görüm. Bunu əlinə yazmaq lazım. Mən telefonla yazacağım. Məndə USB işləyir telefonda. NetHunter var. Buradan gəlsəm. Deməli, çəkkiyə gəlsəm buradan. Bu raportun avtomatik. Deməli buradan bateriya reportuna gəlirəm. Bunu işlədirəm. Burada arka planda belki göstermiyor. Bunu yine saxlayaq. Bunu da arka plana ataq. Buradan görüm. Açsam buranı. Bateriya reportuna girdim. Buradan da həmin faili Chrome'dan açsam. Bunu ki əlinə yazmalı. Telefondan burada ismini edeyim. Deməli gəlsəm buradan. Burada ümumi modelin adını görürəm. Görürəm ki, kompüterin ilk istehsal olunanda bateriyanın tutumu 47.997, 31.000 arasında 0.75. Didə bir şey deyim, məndə bateriyanın tutumu düşmüşdü 2000'ə, 3000'ə həyata düşmüşdü. Bu kompüter ancaq zaryadkada qaldıqdan sonra artıq tutumu artır. Buradan baxsam, görürəm ki, bax, 100% məndə 29.779 manat olub. Görürsüz, ayın neçəsində 6-cı ayın 8-də. Amma indi neçədir görürüz? 31.075-ə qədər qalxıb. Və görürəm ki, 30.185 olub. 20 olsa. Get-gedə artır. Daim zaryadkada qalanda bu bateriyanın tutumu artır məndə. Belə problem həll edim. Yoxsa 10 dəqiqə saxlayırdı, sönürdü. Ondan sonra artıq indi 1 saat yaxın saxlayır zaryadka. Gəlsəm buradan ümumi kompüterin görürəm ki, buradan baxırız. 6-cı ayın 14-dü. Görürsüz, buradan baxırız necə artıb. 29.000 olub, 29.900, 30.000 olub, 30.690, 760, 100, 31.000, 31.075 manata qalıb belə ki. İndi buradan pil kullanımına gəlsəm mən. Pil kullanımı necə istifadə olunub? Həmdən də şarjla istifadə olunub. Bax, deyir ki, 1 saat 21 dəqiqə gedib 95%-dən. Ki, harca 1 saat normal istifadə edin, 1 saat 21 dəqiqə kompüterin şarjda istifadə oluna bilər. Gəlib buradan baxsam, aktiv nə qədər kompüter istifadə olunub. Buradan görürəm ki, diaqnostikada buradan baxa bilər. Bir kapasitenin keçmişini görürsünüz. Deyir 47.000, 3.000. Bax, məndə neçədir? Deməli, yanvarın 1-də nə qədər düşmüş? 3.000-ə düşmüşmüş. 19-unda haraya qalxıb? 21.000-ə. 3-cü ayın 6-sında 24.000-ə. Hal-hazırda gör neçəyə qalxıb? 30.851 ən şey göstərdi. İndi ən son tarixi ilə qoşulmayıb. 14-də artı baxın. Bir ömür tahminləri burada göstərir. Başqa da belə. Siz burada nə deyirsiniz? Əsas üstünlüyü verməliyəm. Gəlib kompüter aldıqda bu komandanı icra edib buradan yazırsınız ki 31.075. Bu kompüterin istehsal olunanda bateriyası nə qədər idi? İndi nə qədərdir? Yəni bu biləcəksiniz ki, nə qədər zərərli saxlayır. Baxıb burada 100%-dən nə qədər şarj olunduğunu, nə qədər istifadə olunduğunu hər birində buradan detallı baxa bilərsiniz. Yəni bu neçə faiz edər bu şarjla? Görürəm ki, 95%-dən bu qədər gedib. Belə. Başqa görüm. Başqa test nə? Bu da bir rapor idi.
Oldu yoldaşlar, bu playlistdə bitiririk. Yəni çalışdım ki, hard disk üçün əsas e, giriş biraz daha advanced kompüter istifadəsini göstərəm sizə. Nələri bilmək lazımdır ki, problem olmasın bu hissələrdə. İndi Allah qismət eləsə bundan sonra görüm network testləri olacaq. Növbəti testdə görüşənə qədər Allahım onda videonu da çox uzatmayaq.